Məsələ 3. 4 qız və 3 oğlandan ibarət bir qrupdan tərkibində ən çox 2 qız olan 4 nəfərlik qrupu neçə fərqli üsulla seçmək olar? Həlli. Deməli, qrupda 4 qız var. 4 qız, 3 oğlan. Və bunlardan hərəsində ən çoxu 2 qız olan 4 nəfərlik qrupa seçmək lazımdır. Deməli, bu ola bilər. Ən çoxu 2 qız olduğundan birinci tutaq ki, bir qız seçiləndə kombinizon 4 qız olduğundan 1. Vuraq, 4 nəfər seçildiyindən 3 oğlandan 3'ü də seçilməlidir. Kombinizon 3'dən 3. Üstə gəl. 2 qız seçiləndə 4 qızdan olacaq kombinizon 4'dən 2. Vuraq, kombinizon 2 nəfər qalır. O da 3 oğlandan 2. Və belə bir cəmi tapmaq lazım gəlir. Bu cəmi kombinizonun düsturunu əslən hesablayır. Bilirik ki, kombinizon n-dən 1 bərabərdir n-ə. Kombinizon n-dən n bərabərdir 1. Və bu düsturlardan istifadə edək. Bu bərabərdir. Kombinizon 4'dən 1 verəcək 4. 3'dən 3 verir 1. Üstə gəl. 4'dən 2'ni hesablayırıq. 4 faktorial bölək 2 faktorial 4 çıxaq 2 faktorial. Vuraq 3 faktorial 2 faktorial 3 çıxaq 2 faktorial. Bu da bərabərdir. 4 vuraq 1 4 elədi. Üstə gəl. Məxrəc elədi 2 faktorial 2. 4 çarpı 2 faktorial da 2 elədi. 4 faktorial yazırıq. 2 vuraq 3 vuraq 4. Vurulsun 3 faktorial 2 vuraq 3. Bu da 2 faktorial 2. Bu da 1 faktorial vurur yazmağı. Aha, bərabərdir. Alırıq bərabərdir. 2 dəfə 2 4 4. 4 üstə gəl. Burada qaldı 6. Vuraq. Vuraq. 2 ilə 2 ixtisarı oldu 3. Bu da bərabərdir. 4 üstə gəl 18. Bərabərdir 22. Beləliklə 4 qız 3 oğlandan ibarət bir qrupdan tərkibində ən çox 2 qız olan 4 nəfərlik qrupu 22 üsulla seçmək olar.